Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə komitənin sədri Fazil Mustafa, sədr müavini Sahib Aliyev, üzvləri Azər Allahverənov və Səbinə Salmanova, ekspert Əkbər Qoşalı, AHİK-in nümayəndələri iştirak ediblər. Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə Həmkarlar İttifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Tədbirdə AHİK-də aparılan struktur islahatları, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklər, Əmək və Sosial Münasibətlər Akademiyasında kadr hazırlığı üçün yaradılmış əlverişli şərait deputatların diqqətinə çatdırılıb. Bildirilib ki, layihələrdən olan AHİK könülləri uğurla davam etdirilir. Layiqli əmək səfirləri layihəsinə başlanılıb. Yaxın vaxtlarda isə ittifaq üzvləri üçün xüsusi endirimlər nəzərdə tutulan AHİK Plus proqramına start veriləcək. Qeyd olunub ki, yoldaşların vahid mərkəzdən verilməsi üçün kurort Turizm İnformasiya Mərkəzi yaradılıb, prosedur sadələşdirilib, prosesin tam rəqəmsallaşdırılması işləri davam etdirilir. AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyasının təsdiqləndiyini vurğulayan Konfederasiya sədri beynəlxalq təcrübəyə və müasir çağırışlara uyğunlaşdırılması üçün Həmkarlar İttifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlandığını qeyd edib. Sonra AHİK-in fəaliyyəti və layiqli əmək səfirləri layihəsi barədə video materiallar nümayiş olunub. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa Konfederasiyada həyata keçirilən islahatları yüksək qiymətləndirib. Deputatlar Sahib Aliyev, Azər Allahverənov və Səbinə Salmanova çıxışlarında əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında Həmkarlar İttifaqlarının xidmətlərindən bəhs edib, qurumun işinə uğurlar arzulayıblar. Sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin Kurort Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq olunan yeniliklərlə tanış olublar.